Bu ifadələri tərcümə etmə. İngilis dilində 5 söz var ki, onların tərcüməsi mümkün deyil. Salam, adım Gülə. Bugün sizə ingilis dilində 5 söz ifadəsi göstərəcəm. Hansıları ki, düz tərcümə etsək, bütün mənası itəcək. Əgər siz də break a leg eşidib qorxanlardansınızsa, o zaman bu video sizin üçündür. Gəlin, başlayaq. Elə ilk ifadəmiz break a leg. Ayağını sındır kimi tərcümə edə bilərik. Qorxuludur, elə deyil? Ancaq bu ifadənin tərcüməsi inşallah alınar. Uğurlar mənasını verir. Məsələn, hansısa bir aktyor səhnəyə çıxırsa və ya hansısa bir tələbə imtahana hazırlaşırsa və imtahana gedirsə, biz onlara uğurlar arzulayırıq. Bu zaman break a leg ifadəsini istifadə edə bilərik. Break a leg! Whoa! İkinci ifadəmiz it's not my cup of tea. Bu mənim çay fincanım deyil kimi tərcümə edə bilərik. Ancaq bu ifadəni biz nəyəsə marağımız olmayanda və ya nəyisə bəyənməyəndə istifadə edə bilərik. Məsələn, kimsə sizə sual verir. Watching horror movies? No, not my cup of tea. It's not my cup of tea, mate. Əgər kimsə sizə I need to hit the books desə, bu kitabı cırmaq, zədələmək mənası vermir. Əslində bu ifadə ciddi şəkildə dərslərə fokuslanmaq, oxumaq mənasını verir. Exam is coming. I need to hit the books. Well, time to hit the books. Let the cat out of the bag. Bu ifadəni eşidən, direkt tərcüməni sevən insanlar düşünür ki, adam indi çantasından bir pişik balası çıxardacaq. Ancaq bu ifadənin əsl mənası sirri pozmaq deməkdir. Məsələn, she let the cat out of the bag about surprise party. Let the cat out of the bag. Bite the bullet. Gülləni dişləmək? Yox. Bu ifadə biz nəyisə istəmədən edəndə, çətin olsa belə razılaşmaq məcburiyyətində qaldığımızda istifadə olunur. Məsələn, I hate going to the dentist, but I'll bite the bullet and go. I guess I'll have to bite the bullet. Gəlin, 5 ifadəni bir daha təkrarlayaq. Amma bu səfər cümlədə istifadə etmədən. Break a leg. It's not my cup of tea. Hit the books. Let the cat out of the bag. Bite the bullet. Bu ifadələri dəftərinizdə qeyd edin və çalışın hər birini real bir situasiyada istifadə edin. Gördüyümüz kimi, ingilis dilində bir çox ifadələr var ki, hansı tərcümə ilə yox, daha çox kontekstlə öyrənilir. Bəs siz bunlardan fərqli olaraq daha hansı bu tip ifadələri bilirsiniz? Mütləq şəkildə şərhlərdə mənimlə paylaşın. Videonu like etməyi unutmayın və əlbəttə ki, kanala abunə olun. Növbəti videolarda görüşənədək.